Bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneyinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvanın baş naziri Cabbar Musayev də yer alıb. Manşet azın əldə etdiyi məlumata görə nümayəndə heyətini İrana aparan təyyarədən düşən şəxslər arasında Naxçıvanın baş naziri Cabbar Musayev də olub. Lakin o vida mərasiminin rəsmi hissəsində və protokolda görünməyib. Bu da bir sıra müzakirələrə səbəb olub. Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması isə məlum olmayıb. Manşet az məsələnin ciddiliyini nəzərə alaraq Naxçıvanın baş naziri Cabbar Musayevlə əlaqəyə keçə bilib. O açıqlamasında protokolda yer almamasının texniki səbəblərdən baş verdiyini bildirib. Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün sıxlıq var idi. Avtomobillərdə hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur. Problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim deyə baş nazir bildirib.